Bəzən insanlar uşaqlıqlarının çox yaxşı keçdiyini səsləndirirlər. Amma eyni insan da ki, münasibətlərdə qarşı tərəfə güvənə bilmir, yox deməkdən çəkinir, tərk olunacağından çox qorxur, özünü yetərsiz hiss eləyir və s. Bəlkə sən də bu insanlardan birisən, ya da bəlkə oxşar ssenarini səsləndirən insanlara rast gəlmisən. Amma istənilən halda burada bir sualı yaranır. Əgər travma yoxdursa, bunları niyə yaşayıram? Əvvəlcə travma nədir? Buna baxmağımızı istəyirəm. Biz travma deyəndə adətən çox böyük hadisələri zehnimizdə canlandırırıq. Müharibə kimi, taciz ya da təcavüz kimi, ya da ağır qəza ola bilər bu. Fikir ver nə qədər böyük hadisələrdir. Amma əslində travma dediyimiz yerlər çox balaca, amma təkrarlanan yerlərdə ola bilər. Məsələn, sən əgər bir çox halda tənqidə məruz qalmısansa və yaxud da sevgi sənə şərtli şəkildə verilibsə, emosional olaraq görülməmisənsə, hisslərin davamlı şəkildə kiçildilibsə, bunların özü əslində çox ağır və təsirlərinin də çox ciddi olduğu travmalar hesab olunur. Təbii ki, bu hadisələrin hamısı hər kəsdə eyni reaksiyaya səbəb olmur. Məsələn, bir insan daim tənqid olunmaqdan 100 üzərindən 80-90 təsirlənə bilirsə, digəri 50-60 dərəcədə təsirlənir və bunun arxasında müəyyən faktorlar yatır. Burada sinir sisteminin vəziyyəti, böyüdüyün mühit, öyrəndiyin qoruma mexanizmləri, onların nə qədər sağlam ya da qeyri-sağlam ola bilməyi və yaxud da genetikan, valideynlərinin xarakteri, valideynlərin xüsusən çətin vəziyyətlərlə baş eləmə şəkli və yaxud da sənin özünün, belə deyək, təbiətin, bunların hamısı çox önəmlidir. Yəni, travmanın böyüyü, kiçiyi olmaz. Biz adətən insan olaraq elə düşünürük ki, nəyi net olaraq xatırlayırıqsa, nəyi yaddaşımızda saxlamışıqsa, deməli, psixologiyamız, psixikamız ondan təsirlənə bilər ancaq. Təbii ki, belə bir şey yoxdur. Çünki bizim sinir sistemimiz var və sinir sistemimiz sənin yaddaşında saxlamadığın, bəlkə yaddaşının ignor elədiyi hər hansı hadisədən çox güclü şəkildə tetiklənə bilir və onu sinir sistemi bu səfər yadında saxlayır. Bunun bir neçə səbəbi var. Məsələn, deyək ki, sənə ağır olan hadisə yaşamısansa, gözünün önündə atan ananı döyüb ya da hər hansı başqa bir ağır hadisə ya da sən nəyəsə məruz qalmısan, yaddaşın bunu xatırlamaq istəmir, çünki bu hadisəni xatırlamaq sənə çox ağır gəlir. Psixikan bunu götürmür. Bu səbəbdən unutmaq, ignor eləmək və yaxud da inkar eləmək, yəni ümumiyyətlə belə bir hadisə olmayıb. Belə bir yolu seçir sinir sistemi. Sən onu şuurlu şəkildə xatırlamırsan, yaddaşından çıxartmısan. Amma mümkün deyil məruz qaldığın və sənə çox ağır gələn bir hadisəni sinir sisteminin yaddaşından siləsən. Sən bunu xatırlamaya bilərsən, amma sinir sisteminin yaddaşında var və ona reaksiya verir. Məsələn, gözünün önündə atan ananı döymüşdüsə, bu səndə çox güclü təhlükə hissi zehnində yarada bilər və sən gələcəkdə bir də baxırsan ki, partnyoruna güvənməkdə çox çətinlik çəkirsən. Məsələn, münasibətlərin özü belə sənə yük kimi gələ bilər. Yəni, niyə bu münasibət mövzusu mənə bu qədər yük kimi gəlir dediyin yer bəlkə də bir gün şahid olduğun, amma o qədər ağırdır ki, mən bunu yaddaşımda saxlaya bilmərəm deyib sildiyin yerlərdir. Onsuz da biz terapiyada bu xatirələri xatırlamağa çalışmırıq. Xüsusi olaraq. Yəni, sən dual terapiyada xüsusən özümdən görüşürəm yönləndirməsində də ola bilər. Bu duyğulara təmas elədikcə, duyğu haqqında danışdıqca və yaxud da münasibətindəki problemlər ya da münasibətin yoxdur, amma olsa sənin üçün nə ifadə edir? Bunların haqqında danışdıqca qeyri-ixtiyari olaraq müəyyən xatirələr də zehnində canlana bilir. Bu əslində bizim çox sıx bir şəkildə rastladığımız vəziyyətdir. Amma bununla bərabər o xatirələri xatırlamağa çalışırıqmı? Yox. Niyə? Çünki terapiya üçün sinir sisteminin yaddaşı artıq kifayət eləyir. Bu da ikinci və mənim çox önəmli hesab elədiyim nüans var. Yaddaşımız və onun işləmə mexanizmi. Yəni, biz uşaq olaraq əslində 2-3, hətta bəlkə 3-4 yaşımıza qədər olan hissəsini xatırlamırıq. Və bu çox təbiidir, yəni bu insan olmağın, uşaq olmağın xüsusən parçasıdır. Və bununla yanaşı bir çox insana, məsələn, 3 yaşını xatırlayır. Elə məsələn, mənim özüm 3 yaşımı xatırlayıram, amma məsələn 2 yaşımı xatırlamıram. Və bu o qədər təbiidir ki, bu çox normaldır. Burada bir məsələ var. 2 yaşımı xatırlamıram, amma o deməkdir ki, 2 yaşına qədər, yəni bu mənim öz yaddaşımda yoxdursa canlı olaraq, sinir sistemimin də yaddaşında yoxdurmu mənə olan münasibət? Yox, var.
Sinir sistemimin yaddaşında var, sadəcə aktiv yaddaşımda yoxdur. Təbii parçasıdır inkişafımızın. Başqa bir nüans var burada. Yaddaşımız seçicidir ki, əslində dediyim birinci nüans da bura aiddir. Məsələn, bəzi hadisələri xatırlamaq istəməyə bilərik və bununla yanaşı bəzi hadisələri xüsusən zehnimizdə tuturuq. Məsələn, terapiyada çox rastlaşdığımız nüanslardan biri də budur. Danışan gəlir və anası ilə problemi olduğunu düşünür. Yəni anası çox problemlidir, amma atası mələkdir və onunla prosesdə işləyərkən və təbii ki bir müddət keçir və biz görürük ki, əslində danışan atasına qarşı olan duyğularını bastırıb və bu səbəbdən xatirələrini də bastırıb. O xatirələr zamanla üzə çıxır. Amma yenə deyirəm, bu vacib hissə deyil, çünki sinir sisteminin xatirəsi bizə daha vacibdir orada. Ora baxırıq onsuz da. Fikir ver, nə qədər nüans var burada. Mənim çox önəmli hesab elədiyim yer odur ki, sən düşünmə ki, yəni bu hadisə mənə o vaxt təsir edir ki, o mənim yaddaşımdadır. Yəni sən aktiv, seçici yaddaşı deyil də, yəni yaddaş və onun mexanizmasını deyil də, sinir sisteminin yaddaşını ön planda götür və özünə bu barədə inana bilərsən. Məsələn, sən ağlaya bilərsən və uşaq vaxtı hər dəfə sən ağladığın zaman ağlama, ağlamaq lazım deyil, niyə ağlayırsan, ağlamamalısan kimi sözlər deyilibsə, sənin yaddaşın bir yerdən sonra bunu xatırlamır belə. Çünki yəni gözünün önündə olan bir şeydir və sən hər dəfə yemək yeməyini xatırlamırsan ki, filan günü filan saatda nə yemişdim. Yəni o qədər detallı uşaqlığın heç kim xatırlamır və o qədər detallı da heç kimə lazım deyil. Amma məsələ orasındadır ki, bu bir anda görünməz bir yerə çevrilə bilir. Amma məsələn biz bunu harda görə bilirik? Sən hisslərini boğub saxlayırsan, ağlamağın gəlir, amma özünü sıxırsan. Çünki sənə deyiblər ki, ağlama. Zehnimə bu xatirəm gəldi. Uşaq vaxtı ağlayanda nənəm mənə deyirdi ki, atamın anası çox sevdiyim nənəm idi və mənə deyirdi ki, ağlama, çünki ağlasan üzün qırışar. Yəni göz yaşı duzludur və sənin üzün qırışar, ağlama. Yəni mən ona görə hər dəfə ağlayırdım, amma ağlayandan sonra gedib üzümü yuyurdum, o duzları necə deyirlər təmizləyirdim ki, üzüm qırışmasın. Bir anda o hadisə yadıma düşdü, bunu paylaşmaq istədim. Yəni belə budur məsələ. Ümid edirəm ki, artıq sənə aydındır. Dayanaq bugün burada. Gözləyəcəm səni növbəti görüşümüzdə. Gözləyətlər.